Füzuli rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları qarlı və şaxtalı hava şəraitində yolda köməksiz qalan vətəndaşlara yardım göstəriblər. Gerbas xəbər verir ki, yol polisləri çətin relyefli və buz bağlanmış yollarda hərəkəti təmin etmək üçün sürücülərə texniki dəstək verib. Avtomobillərin təhlükəsiz şəkildə hərəkətini bərpa ediblər. Vətəndaşlar göstərilən bu diqqət və operativ köməkliyə görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi tərəfindən sürücülərə belə hava şəraitində ehtiyatlı olmaq, avtomobilləri mövsümə uyğun təchiz etmək və zərurət yaranmadıqda yola çıxmamaq tövsiyə olunur. Hal-hazırda hava şəraitinə baxmayaraq, qarlı hava şəraitində Füzuli rayonunun yol polisi əməkdaşları yolda qalan vətəndaşlara köməklik edirlər. Təhlükəsizliyi təmin edilir. Çox sağ olsunlar.